şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Kərim nələr baş vermir zamanda, sən hikmətə baxçından yaradanda. Azərbaycan özü də təkdir cahanda, meyxana da təksə bu dövlətdədir. Meyxana da təksə bu dövlətdədir. Nə işi işrət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Həyatın mənası məhəbbətdədir. Var sənətdə Məşəd baba vüqarda, nə çoxdur bax bu dərdə düçarda. Əziyyət çəkənlər qalıbdı kənarda, çəkməyənlər də eyşi işrətdədir. Çəkməyənlərsə eyşi işrətdədir. Nə eyşi işrət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Sən məni bağlamaq üçün çalışışınan, mən razıyam işmə gəl qarışışınan. Kərim bugün özündən danışınan, biz neynirik, kim necə vəziyyətdədir. Biz neynirik, kim necə vəziyyətdədir. Nə işi işrət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Həyatın mənası məhəbbətdədir. Çox belə yırtıqları biz közəmişik, qabağımızdan ömrü boyu yeməmişik. Elə belə aşkar ayrəşat deməmişik, elə belə aşkar ayrəşat deməmişik. Çox sirrilər qalıbdı xəlvətdədir, çox sirrilər qalıbdı xəlvətdədir. Nə eyşi işrət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Həyatın mənası məhəbbətdədir. Kərim şirin-şirin söhbət eləyirik, kim deyə bilər ki qeybət eləyirik. Sənətə biz nə arzu niyyət eləyirik, mehman da o arzuda niyyətdədir. Mehman da o arzuda niyyətdədir. Nə işi işrət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Həyatın mənası məhəbbətdədir. Nə çoxdur indi sözə diqqət verən, nə çoxdur indi sözə diqqət verən, bilməyənə 100 dəfə töhmət verən. Biz dedik olar sözə qiymət verən, biz dedik olar sözə qiymət verən. Sən demə güc vardadır dövlətdədir, sən demə güc vardadır dövlətdədir. Həyatın mənası məhəbbətdədir, həyatın mənası məhəbbətdədir. Sağ ol mənim salamımı göndərirsən, sağ ol mənim salamımı göndərirsən. Girib bağa özgülüvi dərirsən, girib bağa özgülüvi dərirsən. Mehman mənə pul niyə göstərirsən, məndə sənə sevgi həqiqətdədir. Məndə sənə sevgi həqiqətdədir. Nə işi işrət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Həyatın mənası məhəbbətdədir. Özümküdürlər qərib olsalar da, xəstə könlümə təbib olsalar da, bunlar bir-birinə rəqib olsalar da, aşkardır hansı münasibətdədir, aşkardır hansı münasibətdədir. Həyatın mənası məhəbbətdədir, həyatın mənası məhəbbətdədir. Mən bu söz
sözlə eyləmirəm zarafat. Mən camahat üçün oluram narahat. Əziyyət bizi halal eləyün camaat. Nə ki göndərmisiniz qənimətdədir, nə ki göndərmisiniz qənimətdədir. Nə işi işlət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir, həyatın mənası məhəbbətdədir. Kərim gəlib çoxlarının karına, inanmır dünyanın etibarına. Kimisi ürəklə bağlıdır yarına. Kərim onlarla eyni dəsti xəttədir, Kərim onlarla eyni dəsti xəttədir. Həyatın mənası məhəbbətdədir, Nə işi işlət, nə də şəhvətdədir. Mən bilirəm sən nə cür həyalısan, sənin elm savadun var ziyalısan. Kərim yarə sən nə cür vəfalısan, Rəşad da öz yarı ilə ülfətdədir. Hələ bu Rəşad da elə ülfətdədir. Nə işi işlət, nə də şəhvətdədir. Həyatın mənası məhəbbətdədir. Sağ olun. Sağ ol Akəm. Çox sağ olun. Alqışlayaq. Medifon boğazda mikrobları məhv edir, ağrını aradan qaldırır, səsi bərpa edir. Medifon boğaz problemlərinə son. Uşaq və hamilələr üçün təhlükəsizdir. Hər vaxtınız xeyir olsun, hörmətli meyxana həvəskarları. Nəhayət, uzun marafondan sonra De Gəlsin meyxana şousunun sonundayıq və final qarşılaşması. Artıq siz ekranlarda da görürsünüz, finalın 2 iştirakçısı olur və 2 iştirakçı bəllidir. Üzə əyləşiblər və sözü bir-birinin üzünə deyəcəklər. Namik Mənanın ev tapşırığı. Mən bugünkü ev tapşırığını da səs rejissorumuzdan xahiş edirəm. Dövlətçiliyimizə şamil edirəm. Yaşasın Azərbaycanımız. Buyursun səs rejissorumuz. Yaranıb gənc su verən dövlət Azərbaycanda, sürür azadə həyat millət Azərbaycanda. Yaranıb gənc su verən dövlət Azərbaycanda, sürür azadə həyat millət Azərbaycanda. Xidməti var ölkədə istehsalatın, gətirir gündəmə xalqın sosial təminatın. Bariz nümunəsidir çağdaş iqtisadiyyatın, açılan hər zavod, hər şirkət Azərbaycanda, açılan hər zavod, hər şirkət Azərbaycanda. Yaranıb gənc su verən dövlət Azərbaycanda, sürür azadə həyat millət Azərbaycanda. Sevincinə qatdım, idmandakı uğurların şirinliyin daddım. Sağlam əqidə yolunda atılan hər addım uğurla təşkil edir vəhdət Azərbaycanda, uğurla təşkil edir vəhdət Azərbaycanda. Yaranıb gənc su verən dövlət Azərbaycanda, sürür azadə həyat millət Azərbaycanda. Cəmiyyətdə ala məktəb ən ali məhvumdur, bu yolda qayğısı el başçısının məlumdur. Təhsilə laqeyd ölkə süquta məhkumdur, odur ki
var elmə diqqət Azərbaycanda. Odur ki var elmə diqqət Azərbaycanda. Yaranıb gəl suveren dövlət Azərbaycanda. Sürür azadə həyat millət Azərbaycanda. Təhsilsiz, elmsiz bəşərin kordu gözü. Nə olar yadda şəhək eyləsə gənclər bu sözü. Sağ ikən vurğuluyubdur ulu öndərimiz özü. Bilikdirən dəyərli zinət Azərbaycanda. Bilikdirən dəyərli zinət Azərbaycanda. Yaranıb gəl suveren dövlət Azərbaycanda. Sürür azadə həyat millət Azərbaycanda. Vətənin vardı böyük ehtiyacı. Gəlişi ilə üzülən qəblərə etdi əlacı. O dahi şəxsiyyətin əkdiyi birlik ağacı. Hələ çox var verəcək əlbət Azərbaycanda. Hələ çox var verəcək əlbət Azərbaycanda. Yaranıb gəl suveren dövlət Azərbaycanda. Sürür azadə həyat millət Azərbaycanda. Təbiət sanki onun hüsnünə çəkmiş özəlin. Yanılarsan demə dost eyib olur hər gözəlin. Hanı göstər bir eyib cənnət Azərbaycanda. Hanı göstər bir eyib cənnət Azərbaycanda. Yaranıb gəl suveren dövlət Azərbaycanda. Sürür azadə həyat millət Azərbaycanda. Yaranıb gəl suveren dövlət Azərbaycanda. Sürür azadə həyat millət Azərbaycanda. Bax belə. Əvvəl bir şeirlə istəyirəm başlayayım, sonra 7 dəqiqə tamam olmaq üçün, mən ev tapşırığını 7 dəqiqə yazmamışdım. Ona görə gələ tamamlamaq üçün bir təzə şeir var, heca vəzində, onu deyim. Şeirin adı dərddir, Allah heç kimi dərd eləməsin. Dərddir şeirim sizə, dərd açıram mən. Qəlbimdir dərdlərin yurdu məskəni. Hərdən dərdlər qovur, hey qaçıram mən. Yenə bir iz ilə dərd tapır məni. Bu həyat dərdi qəm, hər qəmi dərddir. Deyirlər uşaqkən ağlıma batmır. İnsanın ən yaxın həmdəmi dərddir. Çünki o heç zaman insanı atmır. Məndən soruşsalar, dərd nə qədərdir? Cavabın çoxdur, çoxdur deyərdim. Desələr yığılsa bir dağ edərmi? Dağ boyda olsaydı, yoxdur deyərdim. Gör mən nə boydayam, gör dərd nə boyda. Mən kiçik, dərd isə böyükdən böyük. Dərd dərdi gətirər, dərddən nə fayda? Min dərddən ağarır başdakı bir tük. İnsan son anında bu cür söyləyir. Ancaq dərd apardım mən bu həyatdan. Həyat, həyat kimi davam eləyir. Ancaq sən gedirsən, sən bu həyatdan. Ya Allah. Xalqa məlum oldu sən etim mənim. Xalqa məlum oldu sən etim mənim. Yəqin olar qədir qiymətim mənim. Yəqin olar qədir qiymətim mənim. Gör neçə 100.000 dənə səs veriblər. Dedim verməyin, yenə səs veriblər. Çəkib əziyyət mənə səs veriblər. Mənə halal eyləsin millətim mənim. Mənə halal eyləsin millətim mənim. Xalqa məlum oldu sən etim mənim. Yəqin olar qədir qiymətim mənim.
Hansı gün bilsəm ki mənim sözüm yox, həmən gün ollam sənətdən özüm yox. Maşında çempionluqda gözüm yox, sənəti yaşatmaqdır niyyətim mənim, sənəti yaşatmaqdır niyyətim mənim. Xalqa məlum oldu sən etim mənim, xalqa məlum oldu sən etim mənim. Lap həyatda xırdala son çıxışda, qalırsan axırda qatma qarışda. Hər şeyi pul həll edir bu yarışda. Neynim yoxdur varım dövlətim mənim, neynim yoxdur varım dövlətim mənim. Xalqa məlum oldu sən etim mənim, yəqin olar qədir qiymətim mənim. Bir vaxt xalq bu sən etə həsrət çəkib, bunu Ayanes qabağa dəhşət çəkib. Bir neçə şair çox əziyyət çəkib, göz qabağında dur əziyyətim mənim, göz qabağında dur əziyyətim mənim. Xalqa məlum oldu sən etim mənim, yəqin olar qədir qiymətim mənim. Xalq da bilir kim nətərdir, kim necə. Gəl sənəti biz yaşadaq hər gecə. Münasibət yolmu kəsir sadəcə, yoxsa bəs qədərdir qüvvətim mənim, yoxsa bəs qədərdir qüvvətim mənim. Xalqa məlum oldu sən etim mənim, xalqın olar qədir qiymətim mənim. Oyundayamsa ya kənardayamsa, aşağıdayamsa ya yuxardayamsa, mən necəyəm indi mən ardayamsa, mənə bəsdir budur qismətim mənim, bəsdir mənə budur qismətim mənim. Xalqa məlum oldu sən etim mənim, yəqin olar qədir qiymətim mənim. Xalqa məlum oldu sən etim mənim, yəqin olar qədir qiymətim mənim inşallah. Mehmanı da alqışlayaq və mənə işarə edirlər ki, hələ reklama qədər kifayət qədər vaxtımız var. Odur ki, papaq qafiyəsinə keçməmişdən öncə balaca bir 5 dəqiqəlik qafiyə verəcəm sizə. Kim maşını uçsa halalı olsun. Önce mikrofonu kod verin, sonra qafiyəni. Hə, mikrofon düz olsun. Kim maşını uçsa halalı olsun. Bu qafiyə. Halalı olsun. Bu qafiyəni bir 5 dəqiqə. Yallah. Necə? Kim maşını uçsa halalı olsun. Kim maşını uçsa halalı olsun, kim maşını uçsa halalı olsun, kim maşını uçsa halalı olsun. Ondan artıq cahi cəlalı olsun, ondan artıq cahi cəlalı olsun. Kim maşını uçsa halalı olsun, kim maşını uçsa halalı olsun. 20 ildir sənətdə söz deyirdim, həmkarlarımın hamısını əziz deyirdim. Mən bu günü çoxdan gən gözləyirdim, mehmanım mənimlə finalı olsun, mehmanım mənimlə finalı olsun. Kim maşını uçsa halalı olsun, ondan artıq cahi cəlalı olsun. Mehmanım bu ürək şir ürəkdir, görək hansı mənə arxa dirəkdir. Məylə bəhs eləyən namiq gərəkdir, məylə bəhs eləyənin də gərəkdir. Mənim qədər əqli kəmalı olsun, mənim qədər əqli kəmalı olsun. Kim maşını uçsa halalı olsun. Mən bu yolu gəldim uzun əniylə, rast ki belədir onda varam səninlə. Fərqi yoxdur kimdir düşən məniylə, lab istəyir Rüstəm İzalı olsun, lab istəyir Rüstəm İzalı olsun. Gərək adamın əqli kəmalı olsun, maşını kim utdursa halalı olsun. Rüstəm Zal bir başqa insan olubdur, bu elə bilir ki qəzəlxan olubdur. Akşi o pəhləvan pəlvan olubdur, bilməyirsə qoy deyim halı olsun, bilməyirsə qoy deyim halı olsun. Kim maşını uçsa halalı olsun, kim maşını uçsa halalı olsun. Var səhnə həm toyxana şairi, sən də mən də bu meyxana şairi. Bu mehman kimdir çayxana şairi, mənlə deyən gərək ziyalı olsun, mənlə deyən gərək ziyalı olsun. Gərək adamın ağlı kəmalı olsun,
olsun. Maşını kim utdusa halalı olsun. Ay kişi mehman şahdır bu meyxanəyə, səni də salar hindi bu qəmxanəyə. Vaxt elə gəl yanıma çayxanəyə, bir sözümün qabağı dalı olsun, bir sözümün qabağı dalı olsun, məylə deyənin əqli kəmalı olsun. Tanrı veribdir avazdı mənim üçün, meyxananı o kişi yazdı mənim üçün. Mehman bir də şair azdı mənim üçün, önümə çıxan Əhməddi mahalı olsun, önümdə Əhməddi mahalı olsun. Maşını kim utdusa halalı olsun, maşını kim utdusa halalı olsun. Allaha kişi deməz sənə səs eylər, kömək sənə bax o müqəddəs eylər. Cəmi bir dənə Əhməd dili bəs eylər, lap elə süzün bütün əhali olsun, lap elə süzün bütün əhali olsun. Gərək bunun sorğu sualı olsun, kim maşını uçsa halalı olsun. Gətirdiyim fanat əzizdir mənim üçün, gətirdiyim fanat əzizdir mənim üçün. Yaşadığın həyat əzizdir mənim üçün, Əhməddi də corat da əzizdir mənim üçün. Nə fərqi şərqi ya şimali olsun, nə fərqi şərqi ya şimali olsun. Gərək adamın ağlı kəmalı olsun, gərək adamın ağlı kəmalı olsun. Mən də gərək könülləri şad qoyum, yaxşı denən bir advı ustad qoyum. Mən burada meyxana ilə ad qoyum, bu da dəmiri uduzun vüsalı olsun. Bu uçsun, bu dəmiri vüsalı olsun, kim maşını uçsa halalı olsun. Mehman Akşin Elşən Xəzərdə, Namiq mənə yek qalıbdı nəzərdə. Dəmir deyir ki yanı tutur nəzərdə, qoy bunun da taxta medalı olsun, qoy bunun da taxta medalı olsun. Mənlə deyən gərək ziyalı olsun, maşını kim utdusa halalı olsun. Sən nə gəlmisən özüvi öyə öyə, öz rəqibi hərdən sözlə söyə söyə, öz rəqibi hərdən sözlə döyə döyə. Maşını verirlər sənə söyə söyə, gərək adamın da şəxsi malı olsun, adamın halal şəxsi malı olsun, gərək adamın əqli kəmalı olsun, gərək adamın əqli kəmalı olsun. Sən elə bilmə xəyallara dalcıyam, meydanlarda bugün zəfər çalcıyam. Maşını udum sənə bir sabit alcıyam, qoy mehman qoşa pedalı olsun, qoy mehmanın qoşa pedalı olsun. Kim maşını uçsa halalı olsun. Mütləq bu gün çempion da bəlli olacaq, mütləq qalibə avtomobil də veriləcək. Amma ondan öncə biz bütün iştirakçılara dəvət göndərdik. Bəzilərinin işi oldu, müəyyən səbəblərdən bəziləri gələ bilmədi. Amma hər halda buradan öz salamlarımızı bildiririk. Amma təşrif buyuranlar da var. Mən istəyərdim, onlar da bir-bir alqışlayaq. Mahir Cürət, Vüqar Qovulu, Rəşad Dağlı, xahiş edərdim, yaxınlaşardınız bura. Kərim, gəlin bura qardaşlar. Akşin Fatih, Elşən Xəzər. Alqışlarınızla bu... Biz də duraq ayda həmkarlarımız kimi. Hər birinizi burada görməyə çox şadıq. Bax, bu iştirakçılarla başladı De Gəlsin şousu. 12 iştirakçıdan yavaş-yavaş qaldı 8-i, daha sonra 4-ü, ondan sonra qaldı 2 nəfər finalda. Bax, bugün biz məhz o final oyunundayıq. İstəyərdim ki, bir daha bu final oyununda gözəl sənətkarlardır, söz əcdalardır, alqışlamağa dəyər onları. Bu final oyununda bir dəfə də söz verək, qoy meyxanaların desinlər, qəşəng bir qısa dəyişmə yaratsınlar. Buyurun. Mən bura gəlməmişdən öncə Bayram qardaşımız mənə zəng eləmişdi. Bayram bugün el şənliyinə söz vermişdi, ziyafət məclisi, ona görə gələməyim. Mən xahiş edirəm Bayramı alqışla, Bayram da bizim kalifiyə sənətkarımızdır. Buyurun, bu meydan, bu da iştirakçılar. Ya Allah. Gənə də yığıldı, gənə hamı gəldi, gənə də yığıldı, gənə hamı gəldi, yenə də yığıldı, yenə hamı gəldi. Əsl meyxananın məqamı gəldi, əsl meyxananın məqamı gəldi. Yenə də yığışdı, yenə hamı gəldi, yenə də yığışdı, yenə hamı gəldi.
Söz odur ki olsun sözün aşıqi, mənəm elə sənətkarlar sadiqi. Gördülər ki aparcaq əmnamiqi, yığıldı bu oğlan adamı gəldi. Yığıldı bu oğlan adamı gəldi. Gənə yığıldı meydana hamı gəldi. Gənə yığıldı meydana hamı gəldi. Mehman bugün qazan kimi qaynasın. Təbi odur ki bulaq kimi qaynasın. Elə deyim ki mehman bugün göynəsin. Həmkarlarım gəlməsindir neynəsin. Müdür yanına çünki bu zamı gəldi. Çün müdürün yanına zamı gəldi. Əsl meyxananın məqamı gəldi. Söhbəti anlamayın tərsinə, Namiq məni anlamasın tərsinə. Axtarın bunu meyxana dərsinə, aparın bunu meyxana dərsinə. Bugün gəlmişik mehmanın hərsinə, Xonçada da püstə badamı gəldi, Xonçada da püstə badamı gəldi. Yenə də yığışdı bura hamı gəldi. Mənimlə meydanda bacarmaq olmaz, sultana yalvarıb yaxarmaq olmaz. Ay mehman gəlin vi aparmaq olmaz. Qız evinə bayramın salamı gəldi, Qız evinə bayramın salamı gəldi. Yenə yığıldı oğlan adamı gəldi. Biz görmüşük səbirdə təmkinində, Müsəlmanın biz bilirik dinində. Ayanəsdə bugün final günündə, kimin var idi arzu kamı gəldi. Kimin var idi arzu kamı gəldi. Şairlərin yığıldı hamı gəldi. Ay söhbəti istəyin bu hikmətlidən, bura yığışmışıq saat 7-dən. Namiq biyağdan deyir dün Əhmədlidən, indi cavabın intiqamı gəldi. İndi cavabın intiqamı gəldi. Yubanmadı Meyxananın əsl məqamı gəldi. Bir-birlərin ayaqların qazdılar, dostluqda da əhdi peyman pozdular. 12 nəfər ev tapşırığı yazdılar. Ən ağır qovlunun kəlamı gəldi. Ən ağır qovlunun kəlamı gəldi. Yenə də meyxananın hamı gəldi. Əsl meyxananın məqamı gəldi. Əsli meyxananın məqamı gəldi. Əsli meyxananın Məqamı gəldi. Söz yenə verildi bu gileyli